Davam edirik dostlar. Mən bəzən elə qənaətə gəlirəm ki, bir çox gözəl təşəbbüslərdən, yeniliklərdən ümumiyyətlə bizim vətəndaşlarımızın xəbəri olmur. Çünki maraqlanmırlar, lazımi verilişlərə baxmırlar. Çünki hər proqramda, xəbər formatlı proqramlarda bu barədə danışılır. Bizdə məsəl üçün bir neçə proqramımızda belə materiallar efirə gedir. Arada bu tərəfə də baxın. Xəbəriniz olsun. Elə indi o gözəlliklərdən, o gözəl fürsətlərdən birindən danışacaq. Təqaüd kartı ilə alış-veriş eləyəndə endirimlər olur. Bəzi marketlərdə elə olur ki, marketlərin özü də bilmir, heç təqaüdçü özü də bilmir. Amma əslində belə bir şey var və daha ətraflı bu barədə bizə Günə Doğrunun materialında əməkdaşımız danışacaq. Qulaq kəsilin, xəbəriniz olsun. Artıq 2 ildir ki, Dövlət Sosial Müdafiə Fondu sosial ödəniş alan şəxslərə dəstək məqsədi ilə Sosial Tərəfdaş adlı layihəyə başlayıb. Bu proqram çərçivəsində müxtəlif xidmət və ticarət sahələrində əlillərə, şəhid ailələrinə və digər həssas sosial qruplara müəyyən güzəştlər və endirimlər təqdim edilir. Bəs bu şəxslər layihənin mövcudluğundan xəbərdardırmı? Təqaüdü alırsınız? Alıram. Sizin deməli sosial tərəfdaş layihəsindən faydalanmaq haqqınız var. Məlumatınız yoxdur? Yox. Sosial tərəfdaş layihəsindən məlumatlısınız? Bilmirəm, nədən söhbət gedir? Məlumatınız var layihə barəsində? Yox. Sosial tərəfdaşlıq layihəsi haqqında nə bilirsiniz? Onu bilirəm ki, deyirlər, ancaq vermirlər. Yazdıq, bütün sənədlərin hamısını verdik, elədik. Axırda biz siz nə dedilər? Bəlkə siz imtina eləyəsiniz. Məlumatınız var mı haqqda? Yox. Sizin məlumatınız var? Yox, məlumatımız yoxdur. Heç maraqlanmırıq da. Allah nə verib, ruzi bununla da dolanırıq. Deməli, sosial tərəfdaşlıq layihəsi çərçivəsində siz bəzi marketlər var ki, onlardan məhsulları endirimli qiymətə ala bilərsiniz. Apteklərdə pensiya kartı ilə endirimli almalıyıq, eləmi? Yararlanırsınız bəs? Yox, yararlanmırıq. Bəzi klinikalar var ki, orada məsələn 30% qədər endirimlər var. Nəyimizə vardı? Yox, mən pensiya kartı ilə alış-veriş eləyəndə orada Endirim olunur? endirim olur. Nə qədər endirim olunur? Faiz hesabı ilə deyə bilmirəm, bəlkə də 3-5% ola bilər. Sosioloq Üzeyir Şəfiyev bildirir ki, layihə ilə bağlı məlumatlandırma səviyyəsi aşağı olduğundan hədəf qruplarının əksəriyyəti bu imkanlardan yararlanmır. 1.700.000 qarşılığında hələ ki, deməli, həmin kondisiyaya gəlib nail olunmuyor. Çünki insanların bəziləri bundan məlumatsızdır. Telefonlarına SMS-lər göndərilə bilər bu halda. Eyni zamanda kütləvi informasiya vasitələri, özəlliklə də televiziyalar və sosial media platformaları vasitəsilə insanlar məlumatlandıra bilər. Tərəfdaş şirkətlər var ki, onlar alıcılara, xidmətdən istifadə edənlərə belə bir məlumat ötürə bilər ki, siz deməli, belə bir avantaja maliksiniz ki, məhz bizdən istifadə etdiyiniz, bizim deməli, xidmətlərdən istifadə etdiyiniz halda 2%-dən 30%-ə qədər sizi endirim gözləyir. Qeyd edək ki, sosial tərəfdaş layihəsi ölkənin müxtəlif bölgələrində bir çox tərəfdaşlarla işləyir. Tərəfdaş şirkətlərin siyahısı ilə dsmf.gov.az saytına daxil olaraq ana səhifədəki sosial tərəfdaş pəncərəsinə keçid edərək mobil tətbiq üzərindən tanış olmaq mümkündür. Həmçinin saytda yaxud mobil tətbiqə daxil olub partnyorlar bölməsində endirimlə tanış olmaq mümkündür. Tərəfdaş klinikalardan birinin əməkdaşı Nicat Hacızadə sosial ödəniş alan şəxsləri klinikadakı tibbi xidmətlərdən faydalanmağa dəvət edir. Bakı, Sumqayıt, Masallı və Göyçayda klinikamızın filialları var. Hər bir klinika müasir müayinə və müalicə avadanlıqları ilə təmin olunur. Demək istədiyim odur ki, təkcə Bakıda yaşayanlar deyil, Sumqayıt, Masallı və Göyçay ətrafı bölgələrinin sakinləri də istənilən xəstəliyin müayinə müalicəsi, hətta cərrahiyyəsi ilə bağlı klinikamıza rahatlıqla müraciət edə bilərlər. Həmin insanlar üçün müayinə və müalicəyə 10% endirim nəzərdə tutulub. İndiyə qədər sosial tərəfdaş layihəsi çərçivəsində həm Bakı, həm də bölgələrdəki klinikamızın mərkəzlərində yüzlərlə xəstələr müraciət edib. Sosioloq Üzeyir Şəfiyev digər şirkətləri də sosial tərəfdaş layihəsinin partnyoru olmağa çağırır. Əslində burada şirkətlər də maraqlı olmalıdırlar. Bir tərəfdən onlar xidmətdən istifadəçi auditoriyası formalaşdırırlar. Yəni bəlli bir auditoriya formalaşır artıq, həm rəqabətə davamlı olurlar. Digər tərəfdən də bunlar bir sosial deməli, korporativ sosial məsuliyyətin iştirakçısına çevrilirlər, filantrop fəaliyyət göstərmiş olurlar. Şirkətlər arasında da sosial tərəfdaşlıq layihəsi ilə bağlı PR kampaniyaları aparmalıdır, reklam kampaniyaları aparmalıdır. Qeyd edək ki, sosial tərəfdaş partnyorlarından endirim əldə etmək üçün ödənişi mütləq sosial ödəniş kartı ilə etmək lazımdır.
Bəli, buna diqqət yetirin və sayılan bax bu həssas qruplar hökmən yanında gənclər varsa deyin ki, girsin saytdan araşdırsın. Bir də onu deyim ki, özəl klinikalarda endirim var, təqaüdçülərə də həmçinin, amma dövlətin klinikalarında icbari tibbi sığorta işləyir və tamamilə ödənişsiz oradan müalicənizi, diaqnostikanızı ala bilərsiniz.